Türkiyənin ətrafı bir ateş çəmbəri kimi qiymətləndirilir və bu da şübhəsiz ki, Ankaranın diplomatik fəallığını şərtləndirən əsas amillərdən biridir. Həftə sonu bir daha bunun şahidi olduq. İstanbulda Ukrayna prezidenti Volodimir Zelenski ilə Türkiyə prezidenti Recep Tayyip Erdoğan arasında keçirilən görüşlərin ardından Dəməşqdə bu səfər mühüm toplantılar keçirildi. Suriya prezidenti Əhməd Şarah, Ukrayna lideri Volodimir Zelenski və Türkiyənin Xarici İşlər naziri Hakan Fidanın iştirakı ilə üç tərəfli zirvə toplantısı keçirildi. Eyni zamanda üç ölkənin iştirakı ilə Xarici İşlər nazirləri səviyyəsində görüş keçirildi və iki tərəfli formatda da görüşlər, toplantılar keçirildi. İnformasiyalar bu haqda o qədər məhduddur ki, təbii ki, görüşlər mətbuata qapalı idi. Rəsmi məlumatlar da o qədər məhduddur ki, kütləvi informasiya vasitələri bu məsələni, mövzunu diqqət mərkəzində saxlasalar da, əsasən öz əməkdaşlarının analitik qabiliyyətinə, bölgədə gedən proseslərə istinad edərək yaydığı məlumatları ön plana çıxarırlar. Hürriyyət qəzeti bu məsələyə geniş yer ayırır. Cumhuriyyət qəzeti birinci səhifədən mövzuya dair material dərc edir. Lakin əsas vurgulanan məqamlar ondan ibarətdir ki, gündəlikdə Suriyanın yenidən bərpası, yenidən inşa edilməsi ilə bağlı məsələlər, Türkiyənin bu proseslərdə iştirakı gündəlikdə olub. Digər tərəfdən Suriyanın şimalı və şərqidəki ərazilərin mərkəzi hökumətə inteqrasiyası məsələsi gündəlikdədir. Necə ki, bu Türkiyənin təşəbbüskarı olduğu terrorsuz Türkiyə, terrorsuz bölgə prosesinin strategiyasının ayrılmaz bir hissəsi kimi qiymətləndirilir. Digər tərəfdən Ukraynanın Suriya ilə öz gündəmi var, təhlükəsizlik məsələləri, ərzaq və qida təhlükəsizliyi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb və təbii ki, mövzular genişdir, lakin informasiya qıtlığı yaranıb və analitiklər bəzən sosial mediada yayılan bir şəkildə də qənimət bilirlər. Sosial mediada Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyəyə öz ölkəsinə məxsus təyyarə ilə gəldiyi, lakin İstanbuldan Dəməşqə isə Türkiyəyə məxsus təyyarə ilə səyahət etdiyinə dair bir fotoşəkil var və bunu Türkiyənin bölgədəki artan rolunun, nüfuzunun bir təzahürü kimi qiymətləndirən analitiklər var.